Səfəvilərlə Osmanlılar. Osmanlılar Avropaya kimi gedib ölkələri fəth edirdilər. Ondan qarşısını kim kəsdi? Xain Səfəvilər, xain Rafizilər. Bugün onları babalarımız, əcdadlarımız, onlar bizim babalarımız deyil. Bizim babalarımız sahabələrdir, Osmanlılardır. Aleykəssalam qardaşım. Bu adamlara elə heç nə demək lazımdır. Bir kəlmə demək lazımdır ki, əgər səhabələr sənin babandırsa, sizin babalarınızdırsa, elə xain Əbubəkirin özüdür. Sənin baban olan Əbubəkir və Ömərin özüdür. Ki, bu da Müslim adlandırdıqları kitabda gəlib, Səhih adlandırdıqları Müslimin kitabında gəlib. 1757 rəqəmli rivayətdir. Müslimi də səhih hesab edirlər. Ömər orada deyir ki, ey Əli və ey Abbas, Əbubəkir xəlifə olanda Rəeytuməhu kəzibən, əsimən, qadirən, xainə. Siz ikiniz Əbubəkiri yalancı, xain, vəfasız və günahkar gördünüz. Həmçində ondan sonra deyir, mən vəli və xəlifə oldum. Rəeytuməni kəzibən, əsimən, qadirən, xainə. Məni də yalancı, xain, vəfasız, günahkar gördünüz. Deməli, Ömərin etirafına əsasən İmam Əli əleyhissalam və Abbas Vəhabilərin iki babası, Vəhabilərin digər iki babasını Əbubəkir və Öməri xain hesab edirdi. Deməli, xain elə öz babalarıdır. Və Osmanlılara da gələndə isə Osmanlılar da məlumdur ki, eyş-işrət əhli olublar, fasik başçılar olublar, məmurlar olublar. Ondan sonra hakimiyyətə görə, öz hakimiyyətlərinə görə hətta körpə uşaqlara qədər, az yaşlı uşaqlara qədər, öz qohumlarına qədər, öz ailələrinə qədər öldürüblər, tək hakimiyyətdə qalsın.